Salam əziz və dəyərli izləyicilər, çox hörmətli MİQ və sertifikasiya imtahanına hazırlaşan dəyərli müəllimlər, qəbul imtahanı artıq yaxınlaşır, qəbul imtahanına hazırlaşan dəyərli abituriyentlər, bu günləri demin axırıncı test buraxılışı 20 sınaq test kitabçasının 3-cü qruplar üzrə 8-ci sınağın izahını verəcəm sizə. İzaha keçməmişdən öncə onu qeyd edim ki, bu tərzdə dərs izahlarının, test izahlarının davamını istəyirsinizsə, ardının gəlməsini istəyirsinizsə, kanalıma abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın. Keçək sualların izahına. Sual 1. Ərəb xilafəti və Avropa Hun dövlətinin oxşar cəhəti. Biz bu dövlətlər haqqında yəqin ki, məlumatlısınız, bilirsiniz. Ərəb xilafəti 630-cu ildə ərəb dövləti yaranmışdır. Sonradan xilafətə imperiyaya çevrilmişdir. Avropa Hun dövləti isə təqribən 4-cü əsrin 70-ci illərində meydana gələn dövlətdir. Oxşar cəhət nə istəyir? Oxşar cəhət istəyir bizdən buradan. Baxırıq, görürük ki, burada oxşar cəhət C variantı olacaq. Bizans imperiyasına qarşı mübarizə aparılması. Avropanın böyük hökmdarı Attillanın Bizans imperiyasına 2 dənə hücumu var. 434-447-ci illər. Ərəb xilafətinin də Bizansla müharibəsi var. Məlum məsələdir, Bizans üzərinə hücumları var, Bizansla müharibəsi var. Demək ki, oxşar cəhət burada C variantıdır. Sual 2. Ağ-Hun dövləti. Birinci Ağ-Hunun tarixinə baxaq. Ağ-Hun dövləti yaranıb 4-cü əsrin ikinci yarısında, mövcud olub 567-ci ilə qədər. Bu Avar xaqanlığına süquta adılması Franklara aiddir, Ağ-Huna aid deyil. Xəzərlərin asığa salınması, Göytürklərdə var, Xəzər tayfalarını asığa salıblar, amma Ağ-Hunlar vaxtında belə şey yoxdur. Şimal-Qərbi Hindistan Ağ-Hun hökmdarı Mihrəqulu xan ələ keçirib 6-cı əsrdə, 6-cı əsrin birinci yarısında. Məzdəklər üsyanı yatırılmasında Sasanilər, Ağ-Hunlar kömək eləyiblər. Çinlə ümumiyyətlə mübarizə, Ağ-Hunlarda Çinlə mübarizə yoxdur. Cavab oldu 3-4, yəni B variantı. Sual 3. Qaraxanlı dövlətinə aiddir. Qaraxanlı dövləti biz bilirik ki, 840-cı ildə yaranıb, 1212-ci ilə kimi mövcud olan dövlətdir. Aiddir. Samanlilərə qarşı mübarizə aparılıb. Hətta Samanlilər 999-cu ildə Qaraxanlılarla Qəznəlilər tərəfindən süquta uğradılıb və bölüşdürülüb. İslam dinini Satıq Buğra xan 932-ci ildə rəsmi din elan edib. Daxil çəkmələr nəticəsində 1042-ci ildə 2 hissəyə bölünüb. Kaşqar şəhəri ölkənin paytaxtı olub. Amma Şimal-Qərbi Hindistanın tutulması 2 dənə türk dövlətində var. Bir, Ağ-Hunlardadır, bir də Qəznəlilərdədir. Şimal-Qərbi Hindistanın tabe edilməsi. Şimali Hindistanı tabe edən məşhur sərkərdə Teymur var, Şimali Hindistanı tabe edib. Bunlar yəni tarixdə keçdiyimiz məsələlərdir. Cavab oldu Y variantı. 4-cü sual. Səbəb nəticə əlaqəsinin doğru verildi, bəndi müəyyən edin. 7-ci əsrdə ərəblərin Bizansa hücumu, bəli, doğrudur. Bu hücum nəticəsində ərəblər Bizansın Asiya və Afrikada bir sıra mülklərini tuturlar. Suriya, Fələstin, Misir, Mesopotamiyanı ələ keçirirlər. Bizans İmperatoru Justinianın işğalçı müharibələri Sasanilər süquta uğradı. Sasanilər səhv. Sasanilər ərəblər süquta uğradıblar 651-ci ildə. Bu səhvdir. İkili cavabları buradan öldürürük. Birinci cavab olmalıdır. Avtomatik cavab çıxdı 1-4. Baxaq indi 3-ə. Abbasi xilafəti və Səlcuq dövləti zəiflədi. Bizans imperiyası Misiri yenidən hakimiyyət altına qaldı. Səhvdir bu. 6-cı əsrdə Slavyanların Bizans imperiyasına məskunlaşması, bəli, Bizansda Slavyanların məskunlaşması nəticəsində quldarlıq dağıldı, feodal münasibətləri meydana gəldi. Slavyanlar birbaşa ibtidaizmdən feodalizmə keçən tayfalardan biridir. Slavyanlar, Almanlar, Ərəblər, Monqollar bunlar quldarlıq görməyiblər. Ona görə Slavyanların məskunlaşması ilə Bizansda quldarlıq dağıldı və feodal münasibətləri meydana gəldi. Cavab oldu D variantı. Keçək növbəti sualımızın izahına. Sual 5. 5, 6, 7 burada görsənir. Belqradı fəth edən Osmanlı sultanı. Belqradı fəth edən Osmanlı sultanı 1521-ci ildə Sultan Süleymandır. Cavab var. Rahat sual. Daha sonra baş vermişdir. Bağdadın Səlcuqlar tərəfindən tutulması 1055, Malazgirt döyüşü 1071, Səlcuqların paytaxtının Reydən İsfahana köçürülməsi 1073, Səlahaddin Əyyubinin Qüdsə azad edilməsi 1187 Təbəri döyüşü nəticəsində, səbəbçilərin Qüdsəyə keçirilməsi də 1099-cu ildə idi. Demək, əziz və dəyərli izləyicilər, daha sonra baş verən hadisə burada D variantı olacaq. Səlahaddin Əyyubinin Qüdsə azad edilməsi.
7-ci sual. Uyğunluq pozulmuşdur. Kulukova döyüşü nə vaxt olub? 1380-də. Rus knyazları məğlubiyyət. Cavab burada pozulur. Çünki biz bilirik ki, Kulukova döyüşündə Qızıl Ordu məğlub olur. Qızıl Ordu sərkərdəsi Mamay xan da burada öldürülür. Cavab oldu A variantı. Növbəti sual 8-ci sual. 8, 9 və 10-cu sualları biz görürük. Böyük Monqol İmperiyası hücumdan məruz qalmamışdır. Dehli Sultanlığından Monqollar hücum ediblər 13-cü əsrdə. Yəni Sultan, Dehli Sultanı Eltutmuş xanın dövründə, Əlaəddin Xələcin dövründə, Qiyasəddin Balabanın dövründə bu Monqollar hücum ediblər. Xarəzmşahlar üzərinə hücum ediblər 1219-da. İdir Bulqarların tabe edib 1235-ci ildə Batı xan. Rus knyazların tabe edib elə 1235-36-cı ildə Batı xan. Osmanlı İmperiyasına Monqol İmperiyasının hücumu yoxdur. Düzdür, Osmanlıya Monqollar basqınlar ediblər, amma Monqol İmperiyası onda yox idi. İmperiya dağılmışdı. Aydındır, Monqol İmperiyasının Osmanlıya hücumu yoxdur. 9-cu sual. Yüzillik müharibə illərində Osmanlı. Yüzillik müharibə olub 1337-dən 1453-ə qədər. Osmanlıda nə olub? Bolqarıstanın müstəqilliyinə son qoyulması. Bolqarıstanın müstəqilliyinə Monqollar, demək daha Osmanlılar son qoyurlar 1396 Niqbol döyüşünün nəticəsində. Cavab budur, A variantı. Digərlərinə baxaq. Çaldıran döyüşü 1514 düşmür. Səfəvilərlə sülh 1555 düşmür. Bursa şəhərinin ələ keçirilməsi 1326-cı il düşmür. Onda başlamamışdı yüzülük müharibə. Trabzon süqutu 1461 yenə düşmür. Cavab oldu A variantı. 10-cu sual. 12-ci əsrdə İngiltərədə keçirilmiş islahat nəticəsində. Təbii ki, bu 2-ci Henrixin islahatlarını deyir. 2-ci Henrixin 1154-1189-da hakimiyyətdə olub hökumət İngiltərədə. Hərbi islahatı var, məhkəmə islahatı var. Bu islahatların nəticəsində İngiltərədə kral hakimiyyəti gücləndi. Yəni cavab olacaq A variantı. Keçək növbəti, yəni 11-ci sualın izahına. 11-ci sual xəritə sualıdır. Yazır ki, Frank İmperiyasının parçalanması nəticəsində yaranmış dövlətlərin müəyyən. İnşallah, dəyərli izləyicilərim, biz bilirik ki, Frank İmperiyası nə vaxt parçalanıb? 843-cü il Verden müqaviləsi ilə. Parçalanma nəticəsində 3 dənə dövlət yaranıb. Fransa krallığı, Almaniya krallığı, bir də İtaliya krallığı. Yəni cavab olacaq burada 2, 3, 4. Yəni A variantı. 13-cü sual rahat sualdır. İnkvizasiya adlanan İnkvizasiya kilsə, Katolik kilsəsinin məhkəməsi idi. Bidətçiləri, dinindən dönənləri mühakimə eləyirdi. 13-cü sual. Çingiz xan və Əmir Teymurun fəaliyyətinə aid oxşar cəhət. Əmir Teymur Çinə hücum eləməyib. Konstantinopolun mühasirəyə alınması Çingiz xana aid deyil, Əmir Teymura da aid deyil. Mərkəzi Asiyanın ələ keçirilməsi ikisinə də aiddir. Çingiz xan Mərkəzi Asiyanı tutub 1221-də, Əmir Teymur tutub Mərkəzi Asiyanın işğalını bitirir 14-cü əsrin sonunda. Cavab oldu C variantı. Növbəti sualın izahına baxaq indi. Yəni 14-15-ci suala. 15-ci əsrin 70-ci illərinə aiddir. Yəni 1470-ci illərə aiddir. Cavab rahatdır burada. Vahid İspaniya Krallığının yaranması 1479-cu il. O B variantı. 15-ci sual. Qərbi Avropada feodal dağınıqlığı dövrünə aiddir. Qərbi Avropada feodal dağınıqlığı olub 9-11-ci əsrlərdə. Bu aralıqda tapmalıyıq hadisəni. Elə burada cavab mənim gözümə görsəndi. Müqəddəs Roma İmperiyası yaranması. Müqəddəs Roma İmperiyası 962-ci ildə 1-ci Otto tərəfindən yaradılıb. 10-cu əsr. O Avropada dağınıqlıq dövrünə düşür. Yəni cavab oldu burada C variantı. Növbəti sualın izahı. Yəni 16-cı sual. Fransa kralı Gözəl Filipinin fəaliyyətinə aiddir. Elə A variantına cavab verilib. 1302-ci ildə Gözəl Filip Fransa tarixində ilk dəfə olaraq baş dəftər saxlayıb. Niyə? Papaya qarşı mübarizə aparmaq üçün. Mübarizənin nəticəsində nə oldu? Papanı məğlub elədi. 17-ci sual rahat sualdır. 2-ci Bəyazid 1481-1512-də hakimiyyətdə olub. 2-ci Bəyaziddən sonra hakimiyyətə Sultan Səlim gəlib 1512-1520. Ondan sonra da Sultan Süleyman gəlib 1520-66-da hakimiyyətdə olub. Rahat sual idi. Ümumiyyətlə bu sınaq digər sınaqlara nisbətən biraz rahatdır. 18-ci sual. Bumin Xaqan, Qutluq Xaqan. Bumin Xaqan oxuyaq cavabları. Çin əsarətine qarşı üsyan qaldıran Qutluqdur. Qutluğun üsyanı nəticəsində 682-də 2-ci Göytüş dövləti yarandı. Əqətdi 2-yə. Avarlara qarşı mübarizə. Avarları məğlub edib Göytüş dövlətini yaradan Bumin Xaqandır. İkisi də yeni dövlətin əsasını qoyublar. Sasanilərə qarşı mübarizə heç birində yoxdur. Maniçilik təlimin rəsmi dilan edilməsi o Uyğurlara aid heç birində yoxdur. Cavab oldu 1B, 2A
3C. Yəni A variantı. 18-ci sualın izahı da bu qədər. Keçək növbəti sualın izahına. 19-cu sual. Dehli sultanlığı 20-də görsənir. Dehli sultan 13-cü əsrdə. Dehli sultanın parçalanması aid deyil buna. Dehli sultan ərazisindən müstəqil Hind dövlətlərinin yaranmağa başlanması 13-cü əsr güclü dövrdür. Yoxdur belə orada. Abbasi xilafətinin dostu qərarı bəli var. Kim aparıb bu dostu qərarlarını saxlayıb? Cavab. Tutmuş xan özünü Hindistanın sultanı kimi tanıtdırıb Abbasi xilafətinə. Monqolların hücumuna məruz qalması bu da var 13-cü əsrdə. 1B-ci. 14-cü əsr. İqta sistemi tətbiqinə başlanması dövlət yaranandan bəri iqta var. Getdi. Xələzlər siyasi hakimiyyəti bitdi 1320-ci ildə. 14-cü əsrdə Əmir Teymur hücumu olub 1398 14-cü əsrdə. 1BC, 2BC yəni cavab oldu burada B variantı. 20-ci sual. Qızıl Ordu Tarxan. Tarxan imtiyazlı şəxslər idi. Bəzi imtiyazlara malik olan əyanlar idi. Cavab oldu burada A variantı. Çox rahat sual idi bu da. Keçirik digər sualın izahına. Sual 21. Səlibçilərin Bizans üzərinə yürüş etməsinə səbəb oldu. Səlibçilərin Bizans'a yürüşü 4-cü Səlib üçündə. 4-cü Səlib üçü nə vaxt olmuşdu? 1202-1304-cü illərdə. Niyə səlibçilər Bizansa hücum etdilər? Bir dənə səbəb buydu ki, Venesiya bunları döndərdi Bizans tərəf. İkinci səbəb buydu ki, səlibçilər katolik məzhəbində idilər. Katolik hissəsinin Roma papasının əmri ilə hərəkət edirdilər. Həmin vaxtda katolik hissəsinin Bizans patriarxı ilə münasibətləri yaxşı deyil, düşmənçiliyi var idi. Ona görə də səlibçilər Bizansa hücum etdilər. Cavab olacaq bir B variantı. Katolik hissəsinin Bizans patriarxı ilə demək düşmənçiliyi. 22-ci sual. 22, 23, 24. Rekonkist gedişində yaranan dövlət Portuqaliya dövlətidir. Rekonkist 11-15-ci əsrlərə əhatə edir, bunu da bilin. 23-cü sual. Ərəb xilafətinin məğlubiyyəti ilə başlatmış döyüşlər. 733-cü il Fatih döyüşündə ərəblər məğlub olublar, bir cavabdır. 1-ci Əşdəsar döyüşündə 829-cu ildə Babək ərəbləri məğlub eləyib. 4 da cavab, 1-4. Bədir döyüşü zamanı ərəb dövləti yox idi. Hilatda qalib gəliblər ərəblər. Talasda da 751-də Çinni məğlub ediblər. Cavab oldu 1-4. 24-cü sual. İlk dünya səyahətinin nəticələrinə aid. İlk dünya səyahəti 1519-22-ci illərdə olub. Magellanın səyahətidir bu səyahət. Bu aid deyil. Bu səyahət nəticəsində yerin kürə formasında olduğu sübut olunub. Bu səyahət nəticəsində okeanların əlaqəli olması sübut olunub. Bizdən aid olmayan əsr. 2 dənə aid olanın cavabı tapdıq buradan. Bunları çıxırıq cavabdan. Cavab olacaq 1 ilə 3. 1 ilə 3 ilk dünya səyahətinə aid deyil. Növbəti sualların izahına baxaq. 25, 26, 27-ci suallar. Yeni dövlət yaratmış türk hökmdarı. Alparslan Səlcuqların ikinci hökmdarı dövlət yaratmayıb. Qutlu Xaqan 682-ci ildə ikinci Göytürkü yaradıb. Axsuvar xan Ağunların güclü hökmdarı da Ağunları yaratmayıb. Atilla Qərbi Hunun hökmdarıdır. Avropa Hun dövlətinin hökmdarıdır. Avropa Hunu yaradan Balamirdir. Qütbəddin Aybək də 1206-cı ildə Dehli Sultanlığı yaradıb. Türk dövləti yaradan hökmdarlar 2 ilə 5 olacaq. Yəni 2, 5 cavabımız 2, 5-dir. Xroji adlı müəyyən Dehli Sultanlığının süquta uğraması 1526 Babur tərəfindən, Teymurlərin yaranması 1370 Əmir Teymur tərəfindən, Ədirnənin paytaxt olması 1362 Murad tərəfindən. Xroji adlı necə oldu? 3, 2 və 1. 27-ci sual. 14-cü əsr. Fransa krallığı, İngiltərə krallığı. Ərazisində Kalvin kilsəsi. Kalvin kilsəsi Fransada yaranıb. Amma Kalvin kilsəsi yaranması 16-cı əsrdir. Bizdən burada 14-cü əsrdir. Aid deyil. Uattarlar üsyanı 1381-də baş verib İngiltərədə. Bu gedir İngiltərəyə. Və gedir 2-yə. Lanmaş döyüşü 1588-ci ildir. 16-cı əsrdir. Düzdür, aiddir İngiltərəyə, amma 16-cı əsrdir. Bizdən 14-ü istəyir. Fuate döyüşündə məğlub oldu. Fuate döyüşü 1356-103 müharibə dövründə baş verib. Burada Fransa məğlub olub. Bu da aiddir Fransaya. 1, demək, 1 oldu cavab D, 2B. 1D, 2B. İndi baxaq son suallara, yəni situasiya suallarına. Əziz və dəyərli şagirdlər, əziz və dəyərli izləyicilər, situasiya sualında yəqin görürsünüz və bilirsiniz, baxırsınız testə, görürsünüz ki, bu sualda Qəznəvi hökmdarı Sultan Məsuddan danışılır. Sultan Məsudun döyüşündən danışılır. Sultan Məsudun o məşhur döyüşü, məğlub olduğu döyüş, Səlcuq Toğrula məğlub olduğu döyüş Dəndənşan döyüşüdür.
1040-cı ildə baş verib. Bura bunu yazacağıq. Mənbədə bəhs edilən döyüşdə Qəznəlilərin məğlub olmasının mənbədə verilməyən səbəbi Qəznəlilər bu döyüşdə Sultan Məsudun demək belə deyək də hərbi bacarıqsızlığı əsas səbəblərdən biri idi. Toğrulun ordusunda olan hərbi güc Qidən-Dənşan döyüşündə Qəznəlilərin məğlub olmasına səbəb oldu. Bir də ki, Qəznəli hökmdarı Sultan Məsud ordunu döyüşdən qabaq komplektləşdirə bilməmişdi. Yəni, belə deyək də, açıq döyüşə girməkdən bəzi vaxtlarda çəkindiyi üçün sonunda məğlub oldu. Qəznəlilər üçün ki, nəticəsi nədir bu döyüşün? Bu döyüşün nəticəsi budur ki, bu döyüş nəticəsində Səlcuqlar qalib gəlib Xorasanın işğalını bitirirlər. Qəznəlilər Xorasanı tamamilə itirirlər. İkinci nəticəsi budur ki, bu döyüş nəticəsində Qəznəlilər dövlətində zəifləmə, ixtişaşlar və çəkişmələr daha da artır. İzahımız bu qədər. İnanıram ki, bu izah sizə faydalı olacaq. Diqqətiniz üçün minnətdaram. Sağ olun, təşəkkürlər.